Axıdılan qanların sayəsində dirilik əldə edir xalqlar, millətlər. O qanın sahibləri çox dəyərlidir, çox qiymətlidir. Mən indi mövzuya toxunacağam ki, bəlkə də bəziləri bunu qəbul eləməyəcək, irad tutacaq, müzakirə eləyəcək, bilmirəm. Bir dənə problem var, bax o problemə toxunmaq istəyirəm. Elə ki, həyat ictimai rəng alır. Həyata mədəniyyətlər, sivilizasiyalar öz izini buraxmağa başlayır. Bir problem ortaya çıxır ki, insanlar gözəl həyat dedikdə qərbə üst tutmağa başlayır. İstər-istəməz gözəl həyat deyəndə nümunəvi həyat beyinlərdə qərb canlanır və onu bir örnək kimi qəbul edir insanlar. Gözəl yaşayaq, keyfiyyətli yaşayaq deyəndə özümüzdən asılı olmayaraq qərb yada düşür. Deyir, baxın, bəziləri də belə deyir, baxın dinləri yoxdur Avropalıların. Amma nə gözəl həyatları var. Və sanki bunu bir aksiyoma kimi təqdim edirlər cəmiyyətə. Onların dini yoxdur, amma görün həyatları necə gözəldir. Və bizə yol təklif edirlər. Deyirlər, bir həyat tərzini mənimsəmək üçün o həyat tərzini doğuran mədəniyyəti mənimsəmək lazımdır. Ona görə biz dinimizdən imtina eləyib o mədəniyyəti mənimsəməliyik ki, nəticəsində gözəl həyatda sahib olaq. Çünki deyir, həyatı doğuran mədəniyyətdir. Bu şeyi də qəbul eləmirlər ki, onun yaxşısını götürək. Deyir, yaxşısını götürək olmur. Sən gərək o gözəl həyatı doğuran mədəniyyəti mənimsəyəsən. Bunun da ilk şərti sən İslam milli, dini kimliyindən imtina eləməlisən. Onu bir atribut kimi, rəmz kimi həyatında yaşatmalısan. Din sənin həyatında olsa simvolik məna kəsb eləməlidir. Amma din mədəniyyətindən imtina eləyib, o mədəniyyətə sahib olmalısan. Niyə? Ona görə ki, sən gərək xoşbəxt yaşayasan. Xoşbəxt yaşayış da oradadır. Bu yandan da bəzi dindarlar nə deyir bunun cavabında? Bu yandan da bəzi dindarlar bunun cavabında nə deyir? Deyir, düzdür, onlar dinsiz gözəl həyat qurublar. Amma biz də durub gözəl həyat üçün dinimizdən imtina eləməli deyilik ki. Bəli, onlar dinsiz o gözəl həyatı qurublar, amma biz də indi bu gözəl həyata dinimizi qurban verməli deyilik ki. Və əlac nəyə qalır? Əlac dərhal dindar başlayır axirətdən danışmağa. Gör, burada uduzur. Dərhal başlayır axirətdən danışmağa. Deyir, zato, ruslar demişəm, bizim axirətdə nə günlər gözləyir. Kompensasiya eləyir axirət həyatının gözəlliyi ilə. Deyir, bəli, o dünyada düzdür, o qəşəng yaşayır. Amma biz də durub indi qeyrətimizi, namusumuzu, dinimizi satmalı deyilik ki, gözəl həyata çatmaq. Dünyaya yox, 5-10 gün dünyada dözərik. Amma bizi axirətdə əvəzində xoşbəxt həyat gözləyir. İnsan xoşbəxt həyatı arzulayır, bu fitrətin istəyidir. Fitrətin istəyidir. Bununla bacarmaq olmur. Dərhal dindar nə edir? Axirət ümidi verir adamlar. Ki, bir tər sakitləşdirsin. Cənnət var, axirət var. Sanki iki seçim var. İki seçim arasında qalmışıq. Dinsiz olub inkişaf eləmək, dindar olub gözəl həyatdan imtina eləyib axirətdə xoşbəxt olmaq. Bu çox mühüm mövzudur. Ən böyük insanlığa xəyanət məsələni bu iki şəkildə qoymaq. Bütün hörmətimlə Seyid Cəmaləddin Əsədabadidir. Bu sözün müəllifi bilmirəm, İqbal Lahiridir, bilmirəm, unutmuşam. Deyir, getdim qərb dünyasına, orada İslam gördüm, müsəlman görmədim. Gəldim müsəlman ölkələrinə, müsəlman gördüm, İslam görmədim. Kökündən səhv fikir kimi hesab edirəm. Bütün böyüklüyünə, əzəmətinə hörmət eləmək şərti ilə. Söz kökündən yanlışdır. İki seçim qoyursan qarşısında, ya dinsiz gözəl həyat, ya dindar qalaraq gözəl həyatdan imtina eləyib axirətdə xoşbəxt olmaq, bu gəncliyi qane eləyə bilməz. Bu cavanları qane eləyə bilməz. Mümkün deyil qane eləsin. Burada bir sual yaranır. Bu Allah, bu Peyğəmbər, bu İmam Hüseyn niyə məni Avropadan daha çox qabağa apara bilmir, inkişaf etdirə bilmir? Niyə? Dərhal cavab nə olur? Cavab bu olur ki, biz haçan əməl elədik ki? Amma deyirəm ki, bu da müəyyən mənada natamam cavab. Biz nə zaman əməl elədik ki, onları keçək inkişafda? Biz İmam Hüseynə, Peyğəmbərə hörmət edib sözlərinə tam əməl eləsəydik, onların inkişafda keçərdi. Bir dənə alimin sözünü deyim ki, mənim yaxamdan bəziləri əl çəksin. Amma mən bu fikri tam bölüşürəm. Deyir, mənim bu minimum tanıdığım, bugünkü tanıdığım Peyğəmbər, Həzrət Əli, İmam Hüseyn məni qərbdən qabağa aparmırsa, mən o Peyğəmbərdən, Həzrət Əlidən, İmam Hüseyndən imtina etməliyəm. Hətta az tanıdığım, sözünə əməl eləmədiyim, sevdiyim Peyğəmbər və İmam Hüseyn bugün məni qərbdən qabağa salmalıdır. Belə olmasa mən bunu nə Allahın, nə dini, nə Peyğəmbəri qəbul eləmirəm. Deyir, tanışdıq bəs eləməlidir. Onun axı sənin qədər heç tanışdığı da yoxdur. Bu tanışdıq bəs eləməlidir ki, sən onu ötüb keçəsən. Deyir, mən Quranı tanıyıram, minimum ona əməl edirəm. Bunun artıq xeyri budur ki, mənim həyatım onun həyatından keyfiyyətli olmalıdır. Bilirsiniz bu bəhslərin eybi nədir? Əvvəl biz fakt olaraq onların bizdən öndə olduğunu tam mənada qəbul edirik. Sonra başlayırıq çıxış yolları axtarmağa. Amma məsələni belə qoyur ki, bugünündə onlar bizdən qabaqda deyirlər. Bugünündə onlar bizi üstələyə bilməyiblər. Danışır ki, mənim bu sınıq-salxaq imanımla, dinlə səthi tanışdığımla belə mənim həyatım ideal sayılan Avropalının həyatından daha keyfiyyətlidir. Niyə biz bunu deməkdən qorxuruq ki? Elmin inkişafı var, onu oturub geniş müzakirə eləmək olar ki, nəyin sayəsində, necə? Və bütün bu inkişafın hədəfi insan idisə, bu inkişaf insanı xoşbəxt eləyə bilmədisə, o həyatın nəyi gözəldir? Kim bu adı qoyub ümumiyyətlə o həyatın üzərinə? Deyir, orada nizam-intizam var, nə danışırsan? Cəmaət dəqiqdir. Orada küçələr səliqə səhmanlıdır. Orada insanlar doğrucudur, düz danışır. Mən də sual verirəm ki, hansı nizamdır o? Bu nizam kimin üçündür?
İnsan üçün deyil. Bu nizam nəyin bahasına əldə olunub? Qanunun insanı mühasirə eləməsi bahasına. Nə nizamdır o insan üçün ki, onun insani şəxsiyyətini cəzalarla, cərimələrlə tənzimləyib ona nizam bəxş eləyəsən. Bu nizamda insan xoşbəxt ola bilər, bu keyfiyyətdir, həyatda ümumiyyətlə. Deyir, onlar düz danışır. Həya olmayan yerdə doğruluğun mənası nədir? Hərdən bəzi adamlar var, o həyasını itirmən, səmimiyyəm, mən olduğu kimiyəm. Bu səmimiyyət deyil, bu həyasızlıqdır. Səmimiyyət həyanın içində olsa yaxşıdır. Təzə dəb düşüb də gəblər, məsələn, mən səmimi adamım, niyə mən olduğum kimi görsənməyim? Bu mədəniyyət, həya adlı, ədəb adlı bir dəyər tanımayandan sonra doğru danışmağın mənası nədir? Mən bir sual verim, bilmirəm cavabı nədir. Həya səbəbindən danışılan yalan üstündür, yoxsa həyasızlıq səbəbindən danışılan doğru mən bilmirəm. Hünər budur ki, həyanı qoruyub doğrusu olasan. Gəldi Peyğəmbərdən bir dənə nəsihət istədi bir nəfər. Dedi, bir söz deyin ki, mənim həyatım tam düzəlsin. Peyğəmbər burada yalan danışma. Bu özünə fikirləşdi ki, bir dənə dedi. Gedim başqa nə istəyirəm eləyim, yalan danışmayayım. Sonra çıxanda fikirləşdi ki, yaxşı getdim, filan günah elədim. Biri gələndə bir nəfər soruşdu ki, hardan gəlirsən? Avropalı düz danışacaq bu yerdə, filan yerdən. Qadın bir yerdən gəlir, evli qadın deyir, hardan gəlirsən? Deyir, dostumla əylənirdim, kişi dostumla. Bu doğruluq yaxşıdır, yoxsa həya səbəbindən danışılan yalan? Bilmirəm, cavabını insanlar özü tapsın. Mən yalana bəraət vermirəm. Yalan hər bir halda pisdir və cəmiyyətdə olmamalıdır. Amma dinin təqdim elədiyi nizamda həya, abır, ədəblə doğruluq təqdim olunur. Və belə olanda həyat daha keyfiyyətli olur. Abırsız həyatın keyfiyyəti yoxdur məsələ bunda. Mən heç vaxt istəmirəm ki, mənim sözüm əxlaq nəsihəti kimi olsun ki, abırımızı qoruyaq, həm də ki, doğrucu olaq. Bu sözləri eşitməkdə cəmaatın halı yoxdur. Mən demək istəyirəm ki, abırsız həyatın keyfiyyəti yoxdur. Bu nizamın ki, kökündə bu dayanır, heç bir bu dəyər qəbul olunmur. Onun doğruçuluğu onun özünə nə ləzzət verir? Onun doğruçuluğu həyasızlığın növbəti təzahürüdür, nə olsun filan yerdən. Əcəb eləyib gəlirəm. Budur bunun nizamının təqdim elədiyi xoşbəxtlik. Qanunun cəzasından qorxub başqalarının haqqına riayət eləməyin harası ideal həyatdır? Deyir, nikah müqaviləsi bizdə artdıqca boşanmalar çoxalır. Çünki cəhd edir ki, ailədəki münasibətləri qanunla tənzimləsin. O adama necə hörmət edir? O adamın həyatı necə şirin ola bilər ki, ailədə konfliktə getmir ki, qadın məndən şikayət edir, mənim müqavilədə yazılıb ki, filan şey olsa filan. Budur, bax, onu təqdim elədiyi həyat. O bizdən öndədir. Kimdir də o bizdən öndədir? Ümumiyyətlə, niyə deyirsiniz, əvvəl fakt kimi qəbul eləyək ki, bizdən öndədir? Mən tam iddia edirəm ki, bugünkü sınıq-salxaq mənəviyyatımızla, dinimizlə biz ondan öndəyik. Bugünkü günümüzdə bizim həyatımız hələ ondan daha şirindir, daha keyfiyyətlidir. Fərariliyə görə cəza qorxusundan döyüşən əsgərə nə hörmət oluna bilər? Bir liberalın, ümumiyyətlə, liberal düşüncədə olan adamın vətən qorumasının anlamı nədir? Vətən nə deməkdir ümumiyyətlə bu düşüncədə olan adam üçün? Mən getməliyəm, orduda olmalıyam, olmasam mənə cəza verir. Bundan başqa bir mexanizm təklif eləyə bilir. Bir adam ki, silah əlinə götürüb ki, hüququn məsuliyyətdən qurtulub getsin, öz öhdəliyini yerinə yetirsin. Bu insanlarla yaşamağın nə zövq ola bilər? Bunu bizə təqdim edən qərb bizdən qabaqdadır. Kimdir bu sözü? Hardan götürdülər bu sözü? Mən bunu danışdım, mən izləyirəm həmişə. Xoşlayıram ki, danışdığım sözə rəylərlə tanış olum. Bu mənim üçün mühüm məsələdir. Mən baxırdım, gördüm, deyirlər ki, bu nə sözdür? Qanun lazım deyil bəyəm. Axı kim dedi? Qanun lazım deyil. Bu sözü mən dediyim qanun lazım deyil. Mərkəzdə nə dayanmalıdır? Söhbət ondan gedir. Qanun mərkəzdə olmalıdır sistem. Hər şey qanuna yüklənməlidir, yoxsa başqa şeyə. Söhbət bundadır. Yoxsa ki, din də qanun gətirib. Necə ola bilər ümumiyyətlə qanunu inkar edəsən? Qanunsuz cəmiyyət ola bilməz. Amma qanun bu qədər mi yüklənməli idi və bütün güc qanunun üzərində olan bir düzən indi məndən öndə sayılmalıdır. Gözəl bir nümunəvi ideal cəmiyyət sayılmalıdır. İnsana qarşı başdan ayağa təhqirdir o düzən. O düzənin varlığı təhqirdir. İnsanın təhqir olunması üzərində qurulan düzəndir. Qanun olmalıdır, qanun mərkəzdə durmamalıdır. Eşq mərkəzli sistem təklif edir din. Deyir, ictimai münasibətləri qanun tənzimləməməlidir. İnsanın öz xoşbəxtliyi üçün. İnsan istəyirsə gözəl yaşasın, ictimai münasibətləri mənəviyyat, eşq tənzimləməlidir. Bir-iki cümlə vəsiyyət eləyib Həzrət Əli. Bir dünya məna var. Usikuma bit təqvallah və nəzmə əmrikum. İki balasına, iki oğluna nəsihət eləyir, vəsiyyət. Deyir, sizə təqvalı olmağı və nizamlı olmağı tövsiyə edirəm. Deməli, nizamın mənbəyini göstərir. Nizamın mənbəyi qanun olmamalıdır. Nizamın mənbəyi qanun olanda mənası budur ki, işə geciksən maaşından tutacaqlar. Bu cəmiyyət heç vaxt xoşbəxt ola bilməz. Çünki insan təhqir olunur bu cəmiyyətdə, qanun vasitəsilə. Deyir, nizamlı ol, sən bacardıqca elə bir mənəviyyat, elə bir eşq təlqin elə insanlara ki, o eşq vadar eləsin ki, saata baxsın, desin ki, məni görən var. Mənim məşuqum məndən dəqiqlik istəyib. Onun eşqi yolunda işə vaxtında getsin. Onda olur insan xoşbəxt, onda onun insanın həyatı xoşbəxt olur. Silah əlində döyüşür, məşuqu yolunda döyüşür. Bir də var hüquqi məsuliyyətdir. Və nə üçünsə o düşüncə bizdən qabaqdadır. O mədəniyyətin insan haqqında təfsiri bax budur. Sadə dillə deyim, mənə baxan hamı məni anlasın. O mədəniyyət deyir, insan yırtıcı xislətlidir. Və yaxud da insan müsbət bir varlıq deyil, boş bir varlıqdır. Nə mənfi, nə müsbət. Deyir, insan ki, yırtıcı xislətlidir və insan yaşayır ki, kef eləsin. Ürək istəyən kimi necə istəyir, kef eləsin, yaşasın. İndi bu yırtıcı xislətliyə deyəsən ki, nə istəyirsən elə, indi gəl bunun əl-ayağını yığ. Əlac nə düşünür? Deyir, indi bunu gərək qanunla mühasirəyə alaq ki,
Bu yırtıcı xislətlidir və mənim mədəniyyətim buna deyir ki, nə istəyirsən elə. Yırtıcı xislətli bir varlığa deyəndə ki, get nə istəyirsən elə, tək sənə xoş olsun. Bu da səthi istəkləri üçün gedib hamını əzib dağıdacaq. Dilində əlac nədir? Müqavilə. Gərək qanunlar mühasirəyə alsın ki, bu ayağını sağa sola qoymasın və bu mədəniyyət doğulur və biz də buna deyirik ideal mədəniyyət. Və biz də fikirləşirik ki, biz neyniyək ki, onlara çataq. Onlar bizdən arxadadır bir çox parametrlərə görə. Bir çox. Bəlkə də böyük iddiadır, bəlkə də çox mübahisə eləyərlər məndən, amma mən bu iddiada israrlıyam. Mən tam iddia edirəm ki, onlar bəşəriyyətə heç bir inkişafa çatdırmayıblar. Onlar qaş düzəldən yerdə göz çıxardıblar. Onlar insanı düzgün tanımayıblar. İnsanın tərifi yanlışdır. Onlar əvvəldən səhv başlayıblar. Pandemiya ifşa elədi. O şişirdilmiş o qərb dünyasının o məziyyətlərinin üzərindən pərdələri çəkdi. İstər səhiyyə sisteminin, istər insanlar arası münasibətin, elə hər şeyin. Bu pandemiyanın çox xeyirləri də olacaq zərərləri ilə yanaşı. Bir-birinin, məsələn, o tibbi ləvazimatları dövlətlər oğurlayırdı bir-birinə. Mədəni dünyanın belə örnəkləri olan dövlətlər. Mədəni dünya budur, bax, quldurluq. Çünki quldurluq üzərində qurulub bu dünya. Bunun mahiyyəti quldurluqdur, kökü budur. Bu qarət üzərində qurulan bir sivilizasiyadır. Bu kapitalın əsasını başqa ölkələrin qarət olunması təşkil eləyir. Mədəni dünyadır, bu qədər insanlara, xalqlara zülm olunur. Gördük o mədəni dünyanın reaksiyasını. Qarabağ savaşı zamanında gördük. Biz onların yolu ilə getməməliyik, onlardan qorunmalıyıq biz. Və bizim bu minimum mənəviyyatımız bizi biraz immunitet yaradıb onlardan bizi qoruyur.